gözü yaşlı qoyma məğrur elimi. Ağlaram, oxşaram sərdar telini. Dəydimi taliyin daşa sərdarım. Üç balan urhunu yaşadar sərdar. Üç balan adını ucaldar sərdar. Ölümün bizlərə dağ olar sərdar. Torpaq nurumur donulur artıq. Həyat ümumiyyətlə ibrət dərsidir. Biz keçmişimizə baxıb, bugündən nəticə çıxardıb və gələcəyimizdə müvafiq olaraq korrektələr aparmalıyıq ki, gələcəkdə olan səhvləri bir də təkrar eləməyək. Və ən əsası odur ki, insanlara aşılamaq lazımdır ki, yaddaşsızlıq sindromunu, yaddaşsızlıq problemini bir dəfəlik yaddan çıxartsınlar. Bir dəfəlik bunu aradan götürsünlər və aramızda olan insanları heç vaxt yaddan çıxartmasınlar. Yaşatsınlar onları və bir növ olaraq sübut eləsinlər ki, insanlar təkcə cismani bu həyatda fəaliyyət göstərmirlər. Onların ruhu da bizimləndir və bizdən asılıdır ki, onlar nə qədər bizimlə olacaqlar. Biz onları yaddan çıxartsaq, təbii ki, onlar bizim aramızdan silinib gedəcəklər. Mən ümid edirəm və inanıram ki, Sərdar müəllimin xatirəsi onu tanıdığı insanlar üçün və tanımadığı insanlar üçün çox əzizdir və əziz olacaq və o çox böyük bir insandır. Şəxsən mənim fikrimdə onun haqqında mən danışanda mən rahat, sakit danışa bilmirəm və çox zaman Novxanı yolunda, o Binəqədi qəbirstanlığının yanına keçəndə mən maşını saxlayıb onun ruhunun qarşısında yəni ki, bir müraciət edirəm ona və ona deyirəm ki, Allah sənə rəhmət eləsin, Sərdar müəllim. Sonralar eşitdim ki, dostlarından birinə demisən, məni dil qəmi ilə torpağa tapşırarsınız. Bu arzunu indi biz gerçəkləşdiririk. Sənə böyük və əbədi sevgimizin ifadəsi kimi. Bilmirik bu gecə buna nail ola bildiyimi. Ən çox da sənin imtihanından, sənin sınavından qorxuram. Bax sən, sənin günahından qorxuram, sınavından qorxuram. Baxır, sən hər yazını bəyənməz, hər oxuduğuna əla deməzsin Sərdar. Sənin öz qədər meyarın, hər sözə, hər fikrə fərqli yaşama tərzi, öz şərtli fikrin olardı, həmişə. Və sizi sevən Sərdar kitabından son adla oxuyuram. Sənin həyatın, sənin ömrün bugün də davam edir. Sabah da bir olacaq Sərdar. Və çox inanıram ki, Tanrı ən böyük arzumun gerçəkləşəcəyi anı görməyə möhlət verəcək mənə. Günlərin bir günü rəşidə muşduluq xəbərlər nələr istəyəcək məndən. Bibi Rəşadın oğlu olur, adını Sərdar qoymuş. Adını Sərdar qoymuş. İstərəm xoşbəxt ol, başın tacı ol. Duyan ürəklərin ehtiyacı ol. Bir cənnət bağında sərv ağacı ol. Bürünsün həmişə yaşlı ömrün. Bir mehir çırağı qəlbində yansın. Onun keşiyində könlüm dayansın. Baharlı günlərin elə uzansın. Gedib çatmayasan qışın ömrün. Yanar ürəyini soyutmayasan. Çağlar bulağını qurutmayasan. Səni unutmadı, unutmayasan, qoy dönsün məhəbbət yaşını ömrün. Ömür nədir ki, şirin bir xəyal, birazı sevdadır, biraz da kamal. Həmişə gördüyüm təravətdə qal, dəyməsin heç namət daşını ömrün. Ömrümüzün səhərləri, axşamları çox, çiçək-çiçək ulduzları, axşamları çox, axşamlara işıq verən adamları çox. Bu axşamı sən gətirdin mənim ömrümə. Para döndü, budaqları əydi bu axşam. Min səhərin ləzzətinə dəydi bu axşam. Bir gözələ könül verən bəydi bu axşam. Bu axşamı sən gətirdin mənim ömrümə. Arı qonar, çiçəklərin şəhdini əmər.
Bahar adlı fəslə çatar muştuluq nəmər, barmağında üzü yollan, belində kəmər, bu axşamı sən gətirdin mənim ömrümə. At oxunu, qaşlarının yayı çox olsun, səni verib yaradanın payı çox olsun, belə gözəl axşamların sayı çox olsun, bu axşamı sən gətirdin mənim ömrümə. Mən Rəşadı böyük məmnuniyyətlə səhnəyə gəlirəm. Dəyərli rəsmiyyətlər, atamın xarbəsinə əziz bir iqbal xərbəsinə təşkil edən hər bir kəsi ailəmizin adından və öz adına təşəkkür edirəm. Tez-tez atamın bəzi ailə məclislərində zümzümə etdiyim ağlının bəndləri yadıma düşür. Bu dünyanın yaraşığı bir atalar, bir analar, övladların cür işığı bir atalar, bir analar. Ağıl kamal başda gərək, iştah ola, işdə gərək, hər bir xeyir işdə gərək, bir atalar, bir analar. Doğrudan da hər bir övlad üçün atası və anası onun başının tacı, həyatının yaraşığıdır, bir gövhərdir, nurdur ki, daim ömür yollarına işıq saçır. Atamın bizə aşıladığı tərbiyə, verdiyi xeyir dualar, nəsiyyətləri və ən əsası el içində qazandığı hörmət və dostları günü bu gündə həyatda Rəşad kəndili kimi formalaşmağına, nəhayətlər əldə etməyinə başlıca amildir. Cismən 11 ildən bəri yanımızda olmaysa da, onun barəsində deyilən xoş anılar yenə də xatirələrdə canlanır. Və bu biz övladları və bizim övladlarımız üçün fərəh və qürur mənbəyini çevrilir. Çünki insanın ruhu əbədi bir varlıqdır ki, daim iz qoyduğu qəlblərdə öz xatirələrində yaşayır. Necə ki, Vida şeirində atam özü buyurmuşdu, dayağım, sirdaşım olan dostlarım, bulud tək boşalıb olan dostlarım, sizə xatirəmdir, qalan dostlarım. Məhz xatirəsini əziz tutub, unutmamakla siz onu yaşadırsınız. Qora gəlib yad etməyiniz elə onun bariz nümunəsidir. Atamı unutmadığınıza görə hər birinizə minnətdarlıq və təşəkkürüm sonsuzdur. Atamın ruhuna xitabən demək istəyirdim ki, mən nə qədər varamsa, nə qədər ki övladlarım varsa, sən də varsan ata. Nə qədər qohum yaxınlarım varsa, əzizlərin, dostlarım varsa, sən də varsan ata. Nə qədər canından çox sevdiyin vətənin, bu millətin varsa, sən də varsan ata. Atamın onun haqqında eşitdiyim xatirələrdən, toplanıb yazılan xatirə kitablarından, hətta barəsində qardaşım Nizadla bircə yaratdığımız Facebook xatirə səhifəsində tanımadığım, bilmədiyim bir çox insandan barəsində duymadıqlarını əziz xatirələri öyrənmişəm. Şəninə rəhmət diləklərinin nə qədər çox olduğunu şahid olmuşam. Bu bizlər üçün hədsiz önəmli və dəyər kəsb edən, bizə baş ucalığı gətirən bir amildir. Fürsətdən istifadə edib bir daha Telif Fənaqızına və Eldar İsmail'da öz təşəbbüsləri ilə onun haqqında toplayıb dərc etdiyi xatirə kitablarına görə, çəkdikləri zəhmətlərə görə öz adımdan və ailəmizin adından səmimi təşəkkürümü bildirirəm. Atamın məndə olan yaddaşımda silinməz və təsirli bir iz qoyan xatirəsini sizinlə paylaşmaq istərdim. Daha doğrusu, xatirəsindən qalan 2 anı. Birinci, mənə yazdığı ilk məktub Amerika Birləşmiş Ştatlarının müsabiqələrdə keçdikdən sonra bir illik təhsil almağa getmişdim. 16 yaşım var idi və qürbətdə olarkən atamdan aldığım ilk məktub məni çox duyğulandırdı. Valideyn qayğısını, şəfqətinin, dəyərini, o məktublarını. Çünki ondan daha əvvəl atam öz istəyini heç zaman bir üzə verməzdi. İcazənizlə ibrət aldığım məqamları mənə aid bu kiçik qabusnamədən sizə atamın dilindən oxuyurum. Əzizim Rəşad, salam. Bu mənim ilk övladıma, yetkin və ağlı olduğuna ilk məktubumdur. Yəni bu məktub hər ikimiz üçün əlamətlərdir. Elə bu ilk məktubumda səni öz həyatından çox istəyən atan kimi, sənə gələcək mənalı həyatın üçün xeyir dua verir. Möhkəm can sağlığı və bütün işlərində uğur diləyir. Telefon söhbətlərimizdən burada olan vəziyyətdən xəbərdarsan, hər şey hərəkət qaydada gedir. Şükürlər olsun ki, yaxşılıq və əminamanlıqdır, qohum-əqrəba sağ-salamatdırlar. Çox yaxşı bir ailəyə, gözəl insanların əhatəsinə düşdüyün haqqında dediyin xəbər bizi hədsiz sevindirdi. Dünya yaxşı, xeyirxah adamların hesabına yaşayır. Həyatda yaxşı adamlar olduğu üçün yaşamaq gözəl və mənalıdır. Bizim ailəmizin, bütün yaxın qohumların qəlbində səni o cür gözəl qəbul edən və öz övladı kimi şərait yaradan ailəyə minnətdarlıq və təşəkkür hissləri sonsuzdur. Şəxsən mənim və ananın dərin təşəkkür və ehtiramımızı ailə başçılarına və ailə xanımanaya yetirməyimi xahiş edirəm. Sən növbətli məktublarda ailə haqqında onun başçısı mənim hörmətli həmkarım, kollega və hörmətli xanım barədə, uşaqlar barədə yaz.
bizə bu qədər xeyirxahlı, insanpərvərlik göstərən insanlar haqqında bilməyimiz yaxşı olardı. Sənin barədə mən daha narahat deyiləm. İndiyə qədərki sərt rejim, danlar və tənqidlər də ancaq sənin xoşbaxt gələcəyi, yaxşı həyatın üçün olur. İnşallah özün ata olanda bunu dərindən başa düşəcəksən. İndi isə şükürlər olsun, böyük kişi olmuşsa, öz zəhmətin və qabiliyyətinlə ali məktəbə qəbul olursa, Amerika kimi mötəbər dövlətdə təhsil alırsa, mənim də istədiyim budur ki, həyatda hər bir müvəffəqiyyətin öz qabiliyyətin və istedadı, öz zəhmətin də qazanasın. Əminəm ki, sən yaxşı başa düşürsən. Sənin hər bir uğur və nailiyyətin ata-ananın, nənələrinin, dayı, əmin, bibi və xalalarının böyük fərq və sevincinə səbəb olur. Onlara baş tutalım gətirir. Sən bununla həm də el-obaya, vətənə şərəf gətirmişsən. Ona görə də ümidvaram ki, bundan sonraki həyatında həmişə doğru yol seçəcəksən, ağıl və dərrakə ilə inkişaf edəcəksən, öz bilik və təcrübəni daim artıracaqsan, ən başlıcası, əqidənizə, şərəf və qeyrətinizə yad olmuş dənəqat adamlardan uzaq olasın. Sənə ən başlıcası səbirli və dözümlü olmağı tövsiyə edirəm. Həmişə möhkəm səbirli olmalı. Hər şeydə tələsik nəticə çıxarmamalı, hər şeyi ciddi cəhdlə götür-qoy etməlisən. Əzab əziyyətin çox olsa da, səni hətta təhqir etsələr də dözümlü olmalısan. Çünki sən orada təkcə ailəmizi yox, bütün Azərbaycanı təmsil edirsən. Belə hesab edirəm ki, sən özün də bu deyilənləri yaxşı dərk edirsən. Bir sözlə sənə bir daha uğurlar, can sağlığı arzu edirəm. Hələlik bu qədər, bütün doğmaların və dostların sənə salamlar var. Öpürəm Vatan, 22 oktyabr 1996-cı il. İkinci məktub o vidan naməsidir ki, görlər məni çağırır şeiri. Düzdür, Əzizimiz İlqar Muradovun ifasında o musiqini eşitmişdik. Amma bəzi bəndləri ki, burada şeir kimi deyildi, atam bizdən gizlətmişdi, ta vəfatına kimi. Vəfatından bir neçə gün sonra getmişdim iş yerinə, şəxsi əşyalarını otağına toplama. İndiyədək yadındadır divardakı köhnə seyir. Onun qapısını açanda içəridə bir tək varaq var idi, kağız. Üzərində də əlində yazmış bu şeir idi. Çox duyğulandırdı o şeir. Çünki oradan hiss elədim ki, atam demək, ən təsir edən moment oydu ki, 22 noyabr 2002-ci il yazılmışdı. Deməli, atam bir il öncədən hiss eləmişdi köylərin çağırışını. Amma bizləri üzmək istəmirdi, ona görə onu bizdən gizlətmişdi. Bir daha atamın nə qədər uzaq görən və həssas insan olduğunu şahid oldu. Son olaraq sözümü bir təsəlli ilə bitirmək niyyətindəyəm. Terlikanın xatirə kitabında yazdığı son cümlə istinadən ki, son nöqtə olmayacaq. Günlərin bir günü uçduğu xəbərdən əvvəl istəyəcəkdir ki, bir yaşanma oldu, adını da Sərdar qoymuşuq. Belə də oldu. İndi mənim evimdə oğlum Sərdar böyüyür. Oğlum Sərdarın timsalında atamın mənə o məktubda ünvanladığı valideyn qayğısının dəyərini, arzu və diləklərini, böyük nəsiyyətlərini necə önəmli olduğunu bir ata olaraq daha yaxşı dərk edirəm. Ümid və arzu edirəm ki, Kərimlər ocağında böyüyən balamız Sərdar öz babası kimi, el obası, dost əzizi üçün bir çıraq olub şöhrət saçmağa davam edəcək. Və məhz bu məclisdə atamın xatirəsini əziz tutub, yad edərək bu istəyini eşidən siz böyüklərindən və əzizlərimizdən və ürəyi burada olan ama özləri gələ bilməyən əzizlərimizdən xeyir-duanızı əsirgəməmənizi rica edirəm. Diqqətinizə görə bir daha təşəkkürlərimi Mənə 100 il ömür arzulamıyor. Fəza yarqam fərqi olmasın güzel. Gözlərim görsə də, ayağım, əlim əsarı olanda dayansın. Mənə 100 il yaşa deməsin dostlar, yerişim, gülüşüm, səsim etməsin. Məndən cavan olan güllər olanlar, çiğimdə dünyadan köçüb gelməsin. Mənə elə ömür arzuluyum ki, ölümcə baxılacaq ünvan və çağlayan ölüm. Mənə elə ömür arzuluyum ki, hər vaxt sevə bilim, sevilə bilim, sevə bilim, sevilə bilim. 60 yaşı mübarək qardaş, amma bu 60 illərdə sən könüllərdə yaşayırsan, sən qəlblərdə yaşayırsan, sən ölməlisən. İsa olur, salamat qalır.
Torpaqla asiman arasındayam. Yer məni səsləyir, göylər çağırır. Cismimi yer çəkir, ruhumu göylər. Mən qala bilmirəm, göylər çağırır. Dayağım, sirdaşım olan dostlarım. Bulud tək boşalıb dolan dostlarım. Sizə xatirəmdir qalan dostlarım. Mən qala bilmirəm, göylər çağırır. Gözəlim gözünün heyran olum. Gözəlim nehrinin qurbanı olum. Qoy uçum göylərdə tərlan olum. Mən qala bilmirəm, göylər çağırır. Gözəlim gözünün